10 ədəd yumurtadan 2 kilo yarımlıq möhtəşəm, çox ləzzətli bir tort hazırladım. İlk öncə onu deyim ki, mən professional tort ustası deyiləm, yəni qənnaçı deyiləm. Sadəcə həvəskaram, sevirəm, sevdiklərim üçün, ailəm üçün belə gözəl tortlar bişirməyi, üzərini bəzəməyi, xüsusən də bəzəmə aşamasını çox sevirəm. Açıqlama qismində tam resepti bölüşəcəm sizinlə, lakin mən hal-hazırda biskvitin belə hündür çıxmağını 180'lik, yəni diametrin içərisində, çəmbərin içərisində 180-200 yazılır. Adətən 180-200-ə qoyuram çəmbəri və bu cür hündür biskvit çıxır. Ancaq siz maksimum 26-28'e qədər pişirə bilərsiniz yazdığım reseptlə. Yoxsa lap böyük diametrə qoysanız tortunuz nazik çıxacaq. 4 hissəyə böldükdən sonra onların hər birinin üzərini qatlaşdırılmış südlə nəmləndirirəm. O zaman daha ləzzətli, daha dadlı olur. Arasına qoz, damla şokolad sosu və karamel sosu əlavə edirəm. Möhtəşəm olur. Qaymağı da sadəcə qaymağı qarışdırıram. Biskvitdə möhkəm olduqdan sonra zövqə görə şirinliyi az və çox siz qatlaşdırılmış süd əlavə edib bunu ayarlaya bilərsiniz. Əgər hələ də səhifəmi izləmirsinizsə mütləq takib atın. Çünki part 2-də tortu necə bəzəmişəm onu göstərəcəm.